İzmir'in Kardonboyu Atatürk prospekti sahilində yerləşən Atatürk Muzeyi həm tarixi əhəmiyyəti, həm də möhtəşəm memarlığı ilə şəhərin ən dəyərli binalarından biridir. Bina 1875-1880-ci illərdə xalça taciri Takfur tərəfindən ev kimi inşa edilmişdi. 1922-ci ildə sahibi şəhəri tərk etdikdən sonra bina dövlətin ixtiyarına keçmişdi. Atatürk İzmirə gəlişləri zamanı bu binada qalmış, strateji qərarlarını burada vermiş, mühüm qonaqlarını burada qəbul etmişdi. 1926-cı ildə İzmir Bələdiyyəsi binanı satın alaraq Atatürkə hədiyyə etmişdi. Atatürkün vəfatından sonra bina müxtəlif məqsədlərlə istifadə edilsə də 1941-ci ildə muzey kimi qapılarını ziyarətçilərin üzünə açmışdı. Nəzərinizə çatdıraq ki, muzeyə giriş ödənişsizdir. Birinci mərtəbədə geniş dəhliz, Atatürkün istifadə etdiyi kitabxana, qonaq otağı və yemək zalı yerləşir. İkinci mərtəbədə isə Atatürkün şəxsi yataq otağı, iş otağı, vanna otağı və yavərilərin otaqları bu mərtəbədədir. Eksponatlara gəldikdə isə muzeydə Atatürkə məxsus paltarlar, şəxsi əşyalar, istifadə etdiyi mebellər və tarixi sənədlər nümayiş etdirilir. İzmirə yolunuz düşsə, Kardonda gəzərkən bu ağ rəngli, neoklassik üslublu möhtəşəm binaya da baş çəkməyi unutmayın. Kalbimizde gökler